Cənab Prezident, nümayəndə heyətinin üzvləri, əziz qonaqlar, bir daha xoş gəlmisiniz. Biz müxtəlif məsələlər ətrafında Cənab Prezidentlə əla müzakirəmiz oldu və işimizi nümayəndə heyətləri ilə birgə davam etdirdik. Bilirəm ki, səfərdən əvvəl çox işlər görülmüşdür. O cümlədən hökumətlər arası komissiyanın iclası çox uğurla keçirilmişdir. Həmçinin əminəm ki, bugün keçiriləcək biznes forum birgə işin aparılmasına olan qarşılıqlı maraq əsasında yaxşı nəticələr verəcək. Təbii ki, aramızda çox yaxşı siyasi əlaqələr mövcuddur. Bugün onlar bir daha təsdiqləndi. Ticarət və qarşılıqlı sərmayələri artırmaq, energetika, daşımalar, rəqəmsallaşma və burada Azərbaycanda fəal şəkildə təşviq etdiyimiz bütün sahələrə aid olan məsələləri həll etmək məqsədi ilə əməkdaşlığımıza dair praktiki məsələləri nəzərdən keçirməliyik. Əlbəttə, biz regionumuzda siyasi hadisələri geniş şəkildə müzakirə etdik və Cənab Prezidentlə həmin müzakirəni davam etdirəcəyik. Əminəm ki, nümayəndə heyətlərinin üzvləri də bu vaxtdan istifadə edərək iki tərəfli tərəfdaşlığımızın ən mühüm məsələlərini müzakirə edəcəklər. Mən dəvətimi qəbul etdiyinə görə Cənab Prezidentə olduqca minnətdaram, onu yenidən görməyimə çox şadam. O, əvvəlki vəzifəsində olarkən Bakıda dəfələrlə olub. Mən hər zaman görüşlərimizdən məmnun qalmışam. Sizə bu dəfə Azərbaycanda xoş səfər arzu edirəm. Bir daha xoş gəlmisiniz. Çox sağ olun, Cənab Prezident. Dəvətə və çox səmimi qonaqpərvərliyə görə olduqca minnətdaram. Görüşümüz əsnasında sizə söylədiyim kimi, Bakıya sonuncu səfərimdən demək olar ki, 9 il ötür. O, 2017-ci ildə baş tutmuşdur. Şəhəri tanımaq olmur. Düşünürəm ki, bu vaxta qədər gördüyümüz inkişaf böyük təəssürat bağışlayıb. Mən sizi və Azərbaycan xalqını həm siyasi, həm iqtisadi inkişaf, eləcə də uzun çəkən məsələnin həlli münasibəti ilə təbrik etmək istəyirəm. Haqlı olaraq qeyd etdiyiniz kimi, təkbətək görüşümüzdə Yaxın Şərqdə və Avropada siyasi hadisələrə, regional təhlükəsizliyə aid bir sıra məsələləri artıq müzakirə etdik. Təsdiqləmək və bir daha vurğulamaq istədiyim məqam odur ki, Latviya Azərbaycanı strateji tərəfdaş və dost hesab edir. Siyasi və iqtisadi əməkdaşlığımızın real dəyərini görürük. Nümayəndə heyətimdən gördüyünüz kimi, hətta ikinci cərgədə çox təmsilçilərimiz var. Nümayəndə heyətini ixtisar edə bilmirdim, çünki hamı burada olmağa, çox praktiki məsələləri müzakirə etməyə maraq göstərir. Mən həmçinin hökumətlər arası komissiyanın işini alqışlamaq istəyirəm.